Əziz Peyğəmbərimizdən Allahın salamı olsun ona və əhl-i beytinə Zilqədə ayının bazar günü haqqında bir namaz vardır. Çox fəzilətli bir namazdır. Namazın özünü sizə izah etməmişdən qabaq, bu namazın fəzilətini Peyğəmbərimizin mübarək dilindən diqqətinizə çatdırıram. Allahın Peyğəmbəri belə buyurur. Hər kəs bu namazı qılarsa, bu namazın fəziləti o qədərdir ki, kim o namazı qılsa, tövbəsi qəbul olar, günahları bağışlanar. Bu namazı onun özünə və ailəsinə xeyir-bərəkət gətirər bu namaz. Kiməsə borcu varsa və ya onun boynunda kiminsə haqqı varsa, qiyamət günü o kəslər ondan razı qalar, dünyadan imanlı köçər, qəbri geniş və işıqlı olar. Ata-anası ondan razı qalar. Allah onun ata-anasını da bağışlayar, onun nəslini də belə bağışlayar və onun ruzusunu artırar. Son, ölüm mələyi onun canını alarkən onunla xoş davranar və canını rahat alar. Baxın, Peyğəmbər bu namaz haqqında nə qədər fəzilətlər dedi. Daha nə qaldı ki? Nə qaldı Peyğəmbər deməsin? Bu namazda demək olar ki, hər şey var. Ona görə bu namazı fürsət bilək. Yaxşı, bu namaz necədir? Peyğəmbərimiz, Allahın salamı olsun, ona və əhl-i beytinə belə buyurur. Bazar günü, yəni bu ayın içərisində hansı bir bazar günü istəsəniz edin. Bazar günü əvvəl qüsl edin. Niyyəti də budur. Zilqədə ayının bazar gününün qüslunu verirəm, qurbətən ilallah. Sonra dəstəmaz alın, 4 rükət namaz qılın, 2-2 qılınacaq. 4 rükət arasında fasilə 2-2 qılınacaq. Hər rükətdə, birinci rükətdə olduğu kimi, ikinci rükətdə də həmçinin Həmd surəsi, 3 dəfə İxlas surəsi, 1 dəfə Fələq və 1 dəfə Nas surəsini oxuyun. 4 rükət, 2-2 qılacaq. Hər rükətdə həmd, həmdən sonra 3 qul huvallah, 1 Fələq və 1 Nas surəsi oxuyun. Bu namazı qılıb qurtardıqdan sonra 70 dəfə istiğfar, Allahdan bağışlanmaq istəyin. Əstəğfirullaha Rabbi və ətubu iləy. Allah səndən bağışlanmaq istəyirəm, tövbə istəyirəm. 70 dəfə Allaha bağışlanmaq dilədikdən sonra bu cümləni bir dəfə deyin. La havlə və la quvvətə illa billahil aliyyil azim. Uca və əzəmətli Allahdan başqa güc və qüvvət sahibi yoxdur. Sonra bu son cümləni deyin. Ya əziz, ya qəffar, iğfirli zunubi və zunubə cəmi'il müminin vəl müminat. Fə innəhu la yəğfiru zunubə illa ənd. Ey izzət sahibi, ey çox bağışlayan Allah, mənim günahlarımı və bütün mömin və möminələrin günahlarını bağışla. Çünki səndən başqa kimsə günahları bağışlamır. Namaz bu qədər asan və çox vaxt aparmayan, vaxt tutmayan bir namaz. Amma fəziləti isə Peyğəmbərimizin mübarək dilindən çox fəzilətli. Allah bizi bu namazın fəzilətindən məhrum etməsin.